Bakın diye bakın. Biraz. Sakin mən danışıram. Danışan da cazı versən mən danışıram. Sen səftarsan. Ben bizi saxlayayım, mən danışanda sən saxla. Getdim Bakıya. Mən ciş deyiləm, anormal deyiləm ki, gedim pozulu nə bir şey deyim. Bozulmursan. Pozulmamış. Bozulmursan ver kəsindən. Video göstərim atsan mənə. İnanıram. Allah kız deyilən bir şey yoktu. İndi gözlə. Ne bana? Bunu yapay zeka yapacakmışam. Salam millət. Sözü qıza çatacağım. Bu gün yenə atama qışqırtmayla. Bezmədim də bax. Bax keçən dəfə mən gedim. Havara gibi danış da böyle. Bax keçən dəfə mən dedim ki, bəs o kişini bezdirmisən canına. Sən hələ də o kişini canına bezdirməyə davam edirsən. Bəs də o sənə övladlardan Allah haqqı o birisini övladlardan rədd edirdi. Mən şahidəm də yəni. Uşaqlar, həqiqətən atamla hələ barışmamışam. Yəni Tam barışmırlar. tam barışmamışıq da. Yəni bir övlad üçün çox Akülənmirəm ya. Şuram da bezmə deyil. Qram etmə deyəndə ki, yəni mən atamla, məsələn, o da gündəyə olan diyaloglarımızda. Prosta da bu video tökülür. Ya mən atamla həqiqətən dost kimiyəm, mən bunu olsa yorumlarda demişdim. Buradan abunə olun, bax onun altına like atın. Əgər 5000 like gəlsə bu videoya, atama yenə qışqırtma gələcək. Yox, bəğ eləmədi. O videoda şu. Deməli uşaqlar, bugün atama qışqırtma eləyirəm. Deməli, keçən dəfə qız adına şey elədim, amma bu dəfə tatu adına şey eləyəcəm. Yəni qolumazla da yapay zəkana yenə tatu atdıracam, bezdirəcəm kişini. Görüntülü danışıb burama tatu elətdirib. Zəng gelib atamla danışacağam, görəcək burada tatunu. Əsəbləşəcək, yenə axırda gedib söhbət eləyəcəm atamla. Yəni bu dəfə məni bildiyiniz elə əsəbdən çıxacaq, beyni çönəcək. Yəni bir şey ki mənim mələkimi istəyir də. Yəni içməyim, çəkməyim, nə bilim, oturum, iş ev yuxu. Allah'ın dostu zaten eləyir. Bəli. Buran haqqı eləyir. Sadəcə atam bundan daha ultra versiyasını istəyir məndən. Ultra mələyiz. Keçdik. Artıq birinci videomu paylaşıram. Görün videonun reallığı nə qədərdir. Yenə gəlib gələrsən də sənə. Keçdik. Söhbət indi elə gətirdi ki, atam hər şeyi bildi. Atam mənə dedi ki, onsuz da bilirəm ki, sən mənim üçün video çəksən. Onsuz da təzə qışqırtma eləmisən, bilirəm hər şeyi falan. Ondan sonra gəl mənə sual-cavab videosu çək. Mənə sual ver, mən sənə cavablayım. Tutdum əla, bomba kimi suallara cavablayam. İndi keçəcək, gedirəm atama sualları verəcəm, görəcəksiniz. Videolarımız qurğudur, qurğu deyil, onun hamısını bir-biri görəcəksiniz. Keçdik. Başlat da. Başladınız ha? Ay təzəlmə təzəl. Yaxşı, mən nə söyləyim sənə? Bir dənə yox təzəl. Geçən təzəl. Bax, ümumiyyətlə sual-cavab keçməmişdən qabaq bir dənə sənə söyləyim. Hə. Axırıncı sənin çəkdiyin qışqırtma var idi, qızla görüşdün. Onu çox sual verirlər, burada gəldin. Aylanırdı. Aysa bu bir. Sənə ümumi buradan suallar gəlir. Bir-bir sualları xarşına Təzəldə də görək. Başladı. Deməli, deyir siqaret videom qurma idi. Qurma yoxsa yox, siqaret videosu var idi. Qurma idi yoxsa yox? Hamısı real idi. Orada bir dənə söz deyim uşaqlar. Gələndə elə bildim kameraları görüb, dedim yəqin şeydir də özür olanır. Ona görə qurma gəlirdi. Atanın sənə verdiyi böyük dərs olub. Nə olur ki? Nə edirəm məsəl üçün? Ben az demişəm. Çaprazında. Ən çox futbol üstündə deyil. Atanın neçə yaşı var? 53. 52. 53 oldu. Mən 52 bilirəm. Nəysə, atan sənə heç hədiyyə alıb. Ən böyük hədiyyən mənim nə oldu ümumiyyətlə? Yadıma gəldi. Yaşa şirlə təqdir. Sualları düzgün cavabla, nə olar? Sən müasir tipli bir dənə YouTuber'ın kanalına Mən satın. 24 yaşım var. 24 ildir mən hər şey adı verməmişim mən. Atan nə işləyir bu dəqiqə? Bax bir dəqiqə aradan çıxmışam. Bu dəqiqə Tezə. Atam ustadı, yəni bu dəqiqədə evdə işləyir, ona görə biraz sifəti şeydir, toz. Yaşalı qalır. Hə, gözdə biraz da var da xahiş edirəm. Tezə şok təcəllü olur. Atan səni YouTube çəkməyə qoyur yoxsa əsəbləşir? Bu sualı elə bir ki. Qoymuram, əsəbləşirəm. Əslində bir dənə söz deyəcəm, indi burada bir sual var, gözlə. İlk dəfə mən YouTube çəkəndə sən mənim qarşına nə fikrin olmuşdu? Pis. Deməli uşaqlar, ilk başda ta ki plaşeti alana qədər atam yəni imkan vermir də YouTube çəkib. Plaşeti alandan sonra, görəndən sonra, biraz şey dəyişəndən sonra imkan verdi. Sənin fikrin YouTube'da mənə qarşı başda necə idi, indi necədir? İndi pis, elə də yaxşı deyil, nə də pis deyil. Amma başda nə idi? Başda da pis. Tezə bir Deməli, atanın neçə yaşı var və hansı maşını çox istəyir? Mənim maşınlar gələ görür, yaxşı var. Atan heç YouTube videolarına hissənir. Görməmişəm mən. Atan səni heç döyüb. Az görmürlər orada böyle bir şey bakıyor. Dağlar iş soğuktu diye atam güclə gətirmişəm da bura. Hə, qəşəng sual gəldi. Öylədir, tezə bə. Məni əvvəlki versiyona qayıtsaydım, yəni uşaq olsaydım, nə olmağımı istəyərdin? Adam.
Həqiqi zarafatsız. Adam dedim, adam. Adam idi. Yox, Peş olar adam mən. adam olmamış. Deməli, mənim sevgilim olsa, mənə qarşı reaksiya verərsən. Aslında tələbin nəbəsi var ya baba. 2 dənə sual verim bitir. 2 dənə də sual verim bitir. Allah'ım. Gələcək Allah. Bu qaraşan sənə yapışaq da bir qorxdana özü. Gözlə. Hə, bax aşam sualı. Atanın səndə sevdiyi ən yaxşı xasiyyət, sənin atanda sevdiyin ən yaxşı xasiyyət. Sənin mənə qarşı olan xasiyyətini denə. Utanmırsan, çəkinmirsən, mənə sönlə deyilmir, belə sırtıq da ötən, sözə baxan sağlar, ola xoşum gəlir. Mənim səndə xoşuma gələn xasiyyətin dilə nədir? Yoxdur, heç bir motivasiya yoxdur mənə qarşı. Yox. Sonuncu sual. Sonuncu sual bitir. Tezək, çox deyilməmiş. Deməli, uşaqlığın sənə tam yaşadı, icazə verib. Yox, mən yaşamamışam. Baxı məni deyir ümumiyyətlə. Ha. Mən ümumiyyətlə yaşatmışam mənim uşaqlığı. Yox, yaşamamışam. Həqiqətən də atama minnətdaram bu barədə ki, məni çox gözəl. Yəni necə deyir? Yəni icazə verməklə bağlı. İstər futbola, istər çölə, istər bacaya, hər yerə icazə verir mənə də. Yəni qısaltdamayıb ki, get otur otaqda. Hə düzdür, oxumaq barəsində üstümə çox düşüb ki, yəni oxu, amma Bunlar elə adam oldu. öpürəm səni. Var olsun, çox sağ iştirak edir. Uşaqlar, biraz tələssüz deyənə, atam işlər gör deyənə vacib idi. İnşallah tamam qarşı çox güclü qışqırtmalar gəlir. Like atıb abunə olmağı unutmayın. Çılğın uşaqlar. Abunə olun ki, qışqırtma videoya davam eləsin. Öpdüm sizi, getdim mən də.